Devlet İmtahan Merkezi 2025. yıl coğrafya eden test toplusu ikinci ise Dünya Sayısı mövzusunda 181 test var. İlk 100 testin təhlilini kanalda artıq yerləşdirmişəm. Burada 101'den başlayarak növbət testlerinin təhlilini yerləşdirəcəm. ABŞ-da Kolumbiya ve Colorado çayları etrafında alüminyum sanayi müessesələrinin təməkküzləşməsinin səbəbi boksit ehtiyatlarının bol olması. Burada boksit ehtiyatları bol değil. Alüminyum ve terabatın çok olması, terabat çok olmağına çok da mesela şart değil. Kaskad testlerinin çok olması vacibdir. Ona göre ki bu çaylardan alınan ucuz elektrik enerjisi alüminyumun çoklu elektrik enerjisine, bol ve ucuz enerjisine olan terabatını ödeyir. Alüminyum istihsal çoklu elektrik enerjisi talep ettiğine göre alüminyum istihsalı elektrik enerjisinin bol ve ucuz olduğu yerlerde hayata geçirildiği için Colorado ve Kolumbiya çayları etrafında da buradaki sesler bu enerjini verir. Vacil düzgün cevap kaskad seslerinin çok olması. Boksit ehtiyatlarına malik olmalarına bakmayarak dünya pazarında hazır alüminyum değil, əslən xam mal çıxaran ölkələr və bunun səbəbi Almanya, Polşa dünya pazarında boksit çıxarmır. Avstraliya çıxardır, Avstriya çıxarmır. Cavab səhvdir. Kanada, Norveç elektrik enerjisinin baha başa gelmesi. Kanada, Norveç'te elektrik enerjisi baha değil, ucuzdur. ABŞ, Japonya dünya pazarında bunlar deməli boksit çıxarmırlar. Jamaika turundan ucuz elektrik enerjisi istihsalının az olması bunları mecbur ediyor ki dünya pazarına hazır alüminyum değil, xam mal çıxarsınlar və xam masasınlar. Düzgün cevap Jamaika turundan. Buna da sebep ucuz elektrik enerjisi istihsalı azdır. Mecburlar xam mal şeklinde harca satsınlar. Cevap Y. Mis, nikel, kalay filizlerinden fərqli olarak boksitin daha çok istehlak çıkarımlarında emal olunmasının sebebi. Boksin tərkibində əsasən ağır əlvan metal qaçıqlarının olması, daşınmasının ucuz başa gəlməsi. Boksin tərkibində ağır əlvan metal qaçıqları çox deyil, daşınmada ucuz başa gəlmir. Alüminyum istehsalında kömürə terabatın çox olması, alüminyum istehsalında kömürə terabat yoxdur. Alüminyum istehsalı daha çox işçi qüvvəsi tələb etməsi, alüminyum istehsalı çox işçi qüvvəsi tələb etmir. Boksitin hasılat rayonlarında əmək ehtiyatının olmaması, əmək ehtiyat kifayətləri var, inkişaf etməkdə olan ölkələrdədir. Boksitin tərkibində metalın çox olması və emalın çox elektrik enerjisi tələb etməsi. Bir ton boksitin tərkibində 300-400 kilogram alüminyum olur. Bu da onu ixrac etməyə şərait yaradır. Elektrik enerjisinin tələbatının çox olması, elektrik enerjisinin bol və ucuz olduğu yerlərə meyl etməsinin səbəbi. Düzgün cavab yeməndir. Verilen regionun ixtisaslaşma sahələri və bunun səbəbi burada məli Şimali Avropa Birliyi, Norveç, İsveçli, Finlandiya ərazisi nəzərdə tutulur. Qara metalurgiya gətirmə xammalın ucuz başa gəlməsi burada qara metalurgiya ixtisaslaşmış sahə deyil. Ağac emalı və selluloz kağız istehsalı yerli tələbatın istehsaldan çox olması, ağac emalı, selluloz kağız istehsalı burada deməli güclü inkişaf edibdir. Yerli tələbatdan tələb, yerli tələbatın istehsaldan çox olması, yerli tələb istehsaldan çox deyil, istehsal daha çoxdur. Sebəndə ağac emalı və selluloz kağız istehsalı meşə və hidrogen ehtiyatlarının çox olması bunlara imkan verir ki, bu məhsullar istehsal etsinlər və dünya bazarında satsınlar. Bu düzgün cavab olacaq. Ağac emalı, selluloz kağız istehsalı buranın ixtisaslaşmış sahəsidir. Meşə ehtiyatları, hidrogen ehtiyatlarının çox olması da hidrogen ehtiyatları ucuz elektrik enerjisi deməkdir. Şirin suda kifayət qədərdir. O görə bunları burada bu sahənin, meşə sahəsinin burada ixtisaslaşmış sahə olmasına gətirib çıxarıb düzgün cavab sevəndir. Meşə sahəsi üzrə beynəlxalq ixtisaslaşmaya malik olan ölkələr Rusiya, Meksika, İspaniya səhvdir. Braziliya, Hindistan, Kongo. Meşə sahəsi üzrə ixtisaslaşmış ölkələr deyil. Bunlar deməli, meşə sənayesində ağac tədarükü ilə ixtisaslaşmış ölkələrdir. Kanada, İsveç, Finlandiya meşə sənayesi ilə ixtisaslaşmış ölkələrdir. Meşə sənayesinin əsas məhsulları deməli, birinci növbədə selluloz kağız istehsalıdır ki, bu ölkələr dünya bazarını bu məhsullarla təmin edirlər. Bu düzgün cavab oldu Kanada, İsveç, Finlandiya. Kağız selluloz sənayesinin yerləşməsi zamanı nəzərə alınan əsas amillər xammal və su ehtiyatı, relyef ixtisaslı işçi qüvvəsi, xammal nəzərə alınır, su ehtiyatı nəzərə alınır, relyefin elə bir əhəmiyyəti yoxdur, ixtisaslı işçi qüvvəsi səhvdir. Su, xammal
ehtiyatı, ucuz enerji mənbəyi, ekoloji amil, serduşa istisadı zamanı nəzərə alınan əsas amillərdir. Su oğa göçü, çoxlu şirin suya tələbatı var. Xammal ehtiyatı meşə olmasa bu tayini inkişaf etdirmək olmayacaq. Ucuz enerji mənbəyi çoxlu enerji tələb edir. Alümdən sonra istehsal çoxlu enerji tələb edən sahədir. Ekoloji amil oğa görə nəzərə alınır ki, bu çox ciddi sahədə ətraf aləmə ciddi ziyan vurur. Bunu da nəzərə almaq lazımdır. Düzgün cavab B bəndi. Meşə sənətinin yerləşməsi əsasən asılıdır. Əlverişli nəqliyyat imkanlarından məhsul kütlə etibarıyla çoxdur. O görə də yerləşdirməsi zamanı nəqliyyat imkanları nəzərə alınır ki, bu istehsal olunmuş məhsul kənara daşıma mümkündür. O görə bu əsas amillərdən biridir. Odunca olmasa meşə sənətinin inkişaf etdirmək olmayacaq, vacibdir. Torpağın münbitliyinin mətləbə dəxli yoxdur. Relyefin elə böyük əhəmiyyəti yoxdur. Aqronom ehtiyatları əkinci üçün əhəmiyyətlidir. Meşə sənəti üçün əhəmiyyətli deyil. Düzgün cavab oldu 1 ilə 2. Meşə kimya sənayesinə aid olan məhsullar kağız meşə kimya sənayesinə aiddir. Mebel oduncağın mexaniki emalına aiddir. Səpti, yapışqan meşə kimya sənayesinin məhsuludur. Karton meşə kimya sənayesinin məhsuludur. Oduncaq mexaniki emala aiddir. Səpti, kibrit mexaniki emala aiddir. Səpti, parket mexaniki emala aiddir. Səpti. Düzgün bəndlər oldu 1, 3, 4 cavab oldu C bəndində. Seslərə aid olan mənfi xüsusiyyətlər. Tikilməsi baha başa gəlir, həm də uzun müddət davam edir. Düzgündür. Təbii şəraitdən asılıdır. Məsələn, Abşeronda su ekzistansiyası tikmək olmur. O görə ki, su yoxdur, çay yoxdur. Təbii şəraitdən asılı olmanın asılıdır. Bu, onun mənfi xüsusiyyətidir. Ətraf mühiti daha çox çirkləndirir. Ətraf mühitə ziyan vurmur. Ekoloji cəhətdən təmizlik səptir. Bərpa olunmayan resurslardan istifadə edilir. Su bərpa olunan ehtiyatdır. Səpti, geniş ərazilər su altına qalır. Mingəçevir su anbarı Bozdağ bərpa ediləndə 600 kvadrat kilometrdən artıq Azərbaycan ərazisi suyun altında qaldı. Geniş ərazilər su altında qalır. Fikirdə düzgündür. Bu seçim nöqsanlarından biridir. Düzgün mənlər oldu 1, 2, 5. Kimya sənayesinin məhsullarını müəyyən edin. Sintetiklik kimya sənayesinin məhsuludur. Mebel, deməli kimya sənayesidir. Bu meşə sənayesinin məhsuludur. Polad qara metalurgiyanın məhsuludur. Avtomobil şinləri kimya sənayesinin məhsuludur. Azot gübrələri kimya sənayesinin məhsuludur. O görə ki, burada deməli təbii qazdan istifadə edilir. Kondisioner maşın qarma sənayesinin məhsuludur. Kimya sənayesinin məhsulları oldu 1, 4, 5 cavab oldu B bəndində. Meşə sənayesinin məhsulları mebel meşə sənayesinin məhsuludur. Yod bron bu kimya sənayesinin məhsuludur. Kağız meşə sənayesinin məhsuludur. Dərgah maşın qarma sənayesinin məhsuludur. Parket və panel istehsalı meşə sənayesinin məhsuludur. Sintetik kauçuk kimya sənayesinin məhsuludur. Düzgün bəndlər oldu 1, 3, 5 cavab C bəndi. Düzgün fikir müəyyən edin. Şimali Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya əhalinin ən sıx məskunlaşdığı regionlardır. Şimali Avropada əhali sıx məskunlaşmayıb. Mərkəzi Asiyada həmçinin, Cənub-Qərbi Asiyada həmçinin. Subarktik iqlim qurşağında qışda mülayim, yayda isə aktiv hava kütlələri hakim olur. Əksinə, yayda mülayim, qışda aktiv hava kütlələri hakim olur. Yerdə səpti. Dünyanın ən böyük axar hövzəsi Cənubi Amerikada yerləşir. Dünyanın ən böyük axar hövzəsi Aral Xəzər hövzəsi Avrasiyada yerləşir. Kişi səpti. Deməli, ət süd sənayesi müəssisələri istehlaklarında yerləşdirilir. Ət süd sənayesi müəssisələri deməli istehlaklarında yerləşdirilir. O görə ki, bunun hazır məhsulu tez xarab olur. O görə də alıcının yanında bunu yerləşdirmək vacibdir. C cavab, düzgün cavabdır. Y bəndi qanı xərci acın o ceyrançı fiziki coğrafi rayonları Böyük Qafqaz təbii vilayətində yerləşir. Bunlar Böyük Qafqaz yox, Şuşa çökəkliyi təbii vilayətində yerləşir. Düzgün bənd D bəndi. Dünyanın ən iri qalay volfram yataqlarının yerləşdiyi region və ölkələr. Ərəbistan Yarımadası ölkələri və İndoneziya. Ərəbistan Yarımadası ölkələrində qalay volfram ehtiyatı yoxdur. B bəndi Hindistan şərqi, Yaponiya, Çinin şərqi. Yaponiyada qalay volfram ehtiyatları yoxdur. Şərqi Asiya, İran, Türkmenistanda qalay volfram ehtiyatları yoxdur. İranda həmçinin. Hindistan Yarımadası, İndoneziya dünyanın ən iri qalay deməli, volfram yataqlarının yerləşdiyi ərazidir. Hindistan Yarımadası, İndoneziya, bura Malaziyanı demək olardı. Düzgün cavab D bəndi. Mərkəzi Afrikada dünyanın böyük mis yatağı var, qalay yox. Cavab D.
son illerde daha çok istifade edilen yanacak ve enerji növləri daha çok deyir. Neft ve təbii qaz indi dünyada en çok neft ve təbii qazdan yanacak kimi daha çok istifade edilir. Acaba doğrudur. Daş kömürdən uzun müddət istifade edilir. Kömür yerli əhəmiyyətə malikdir. Nüvə yanacağından çox az istifade edilir. Oduncadan qədim dövrlərdən bəri istifade edilir və su və külək enerjisindən hazırda az miqdarda istifade edilir. Geotermal külək enerjisi, geotermaldan da ancaq ehtiyat olan ölkələr istifade edə bilirlər. Düzdür cavab dünyada en çok istifade edilir. Neft və təbii qazdan cavab. Potansiyeli çox olan yataqların istismarı və bunun nəticəsi dərinlə paydar qazdan komple istifadə azalır. Dərinlə istifadə edəndə təbii paydar qazdan komple istifadə azalır, nəticə dərinləşir. Eninə maya dəyəri artır, enində olanda maya dəyəri artmayacaq, azalacaq. Eninə maya dəyəri aşağı düşür. Potansiyel çox böyüksə eninə istifadə olunur, istismar olunur və bu zaman maya dəyəri aşağı olur. Sevən düzgündür. Dərindən maya dəyəri aşağı düşür, dərin olanda maya dəyəri aşağı düşməyəcək, maya dəyəri yuxarı qalxacaq. Eninə mədənin dərinliyi artır, enində olanda mədənin dərinliyi artmır, əksinə azalır. Ətraf ərazilərdən istifadə olunur. Cavab C bəndi. Eninə istifadə edəndə məhsul maya dəyəri aşağı olur. Cavab C. Potansiyeli çox az olan yataqların istismarı və bunun nəticəsi potansiyel çox azdırsa dərindən istifadə olunacaq və maya dəyəri baş əyəcək. Düzgün cavab A bəndi. Neft, təbii qaz və daş kömürün beynəlxalq ticarətdə əsas yanacaq növləri olmasının səbəbi digər yanacaq növlərinə nisbətən ucuz olması. Ucuzluğun burada şərt deyil. Daşınması ucuz başa gəlməsi, daşınması ucuz əsas şərt deyil. Ehtiyatların düşənməz olması, ehtiyatlar düşənməz deyil, düşənəndir. İstək vermə qabiliyyəti yüksək olması, bu yanacaq növləri istək vermə qabiliyyəti böyükdür. O görə də dünya ticarətində əsas yanacaq növləri olmalarına imkan verir. Digər yanacaq növlərinin torpdur, quru odundur. Buranın istək vermə qabiliyyəti xeyli azdır. Neft, təbii qaz, daş kömürü beynəlxalq ticarətdə böyük rol oynadır. Ona görə ki, bunların istək vermə qabiliyyətləri böyükdür. Cavab D bəndi. Torf, qonur, kömür, yanaşdır beynəlxalq ticarətdə az istifadə edilməsinin əsas səbəbi deməli ehtiyatların kifayətləri olmaması, ehtiyatların kifayətləri var. Daşınması başa gəlir, daşınması başa gəlir. Daşımaq sərf edəmir, o ki, istək vermə qabiliyyəti azdır. Nəqlinin mümkün olması, nəqli mümkündür. Ehtiyatlar az olduğu üçün ölkə daxilində istifadə edilməsi ehtiyatları az deyil. İstək vermə qabiliyyəti az olduğuna görə bunları daşımaq bir materialdan başqa materiala, bir ölkədən bir ölkə daşımaq sərf edəmir. İstək vermə qabiliyyəti azdır bunların. Cavab Y bəndi. Uyğunluğu müəyyən ölkə Argentina, Şri-Lanka, Braziliya əsas ixracatda şəkəri ixrac edir daha çox. Braziliya gələcək 3-ə. Avtomobili bunların içərisində ixrac edən ölkə yoxdur. Düzdür, Braziliya avtomobil ixrac edir, amma bizim ədəbiyyatlara bu düşmür. Çayı ən çox ixrac edir Şri-Lanka. C gələcək Şri-Lankaya ikinciyə. Çətan Avropanın bitkisidir, burada Avropa ölkəsi yoxdur. Taxılı dünyadan çox ixrac edən ölkələrdən biri Argentinadır. Yedicə Argentinaya. Birə cavab oldu, birə Y, 2-yə C, 3-ə də A cavab oldu, B bəndində. Xəritə sxemində göstərilən ərazilərdə hansı təsərrüfat sahələri müvafiq daha yaxşı inkişaf etmişdir? 1. Deməli, Atlant okeanında verib Avropanın cənubudur. 2. Deməli, Mərkəzi Afrikada 3-dəki İran körfəzidir. Birinciyə deyir turizm. Burada turizm güclü inkişaf edib, düzgündür. İkincidə Mərkəzi Afrikada qara meteorologiya inkişaf edəməyib, cavab səhvdir. B bəndə gördük. Birincidə, yəni Cənubi Avropada dağ mədən sənayesi inkişaf edəməyib, cavab səhvdir. Mərkəzi Afrikada neft kimya inkişaf edəməyib, cavab səhvdir. Gəldik C bəndə. Bir əlvan meteorologiya, Cənubi Avropada əlvan meteorologiya ixtisaslaşmış sahə deyil, cavab səhvdir. Mərkəzi Afrikada cihaz qayırma deyil, C bəndə. Bu da səhvdir. Gəldik D bəndə. Deməli, birinciyə deyir rekreasiya. Cənubi Avropa dünyanın əsas istirahət turizm rayonlarından biridir, bir doğrudur. 2. Mərkəzi Afrika deyir meşə tədarükü. Burada ekvatorial meşələrdir. Meşə tədarükü burada güclü inkişaf edib, düzgündür. 3-ə İran körfəzində deyir yanacaq sənəti, neft qaz sənəti güclü inkişaf edib, düzgündür. Düzgün cavab oldu, D bəndi. Xəritə sxemində göstərilən ərazilərdə hansı təsərrüfat sahələri daha yaxşı inkişaf etmişdir? Ərazilər haradır? Birincisi Mərkəzi Amerikada, ikinci Cənubi Afrikada, üçüncüdəki Rusiyanın Sibir regionudur.
Deməli, birinciyə deyir, aerokosmik sənaye mərkəzi Amerikada bu güclü inkişaf eləməyib adalardadır. O da A bəndi səhvdir. B-də deyir, Mərkəzi Amerikada qara metalcı, burada qara metalcı ilə inkişaf eləməyib, cavab səhvdir. C bəndi yenə deyir, birinci üçün deyir, qara metalcıya cavab səhvdir. D bəndi deyir, yüngül sənaye mərkəzi Amerikada, adalarda, Antil adalarında yüngül sənaye ixtisaslaşmış sahə deyir, cavab səhvdir. Gəldi Y bəndinə. Birinciyə deyir, əlvan metal hasilatı burada Yamaykada, bu regionda boksit hasilatı güclü çevirip düzgündür. İkinciye de daş kömür hasilatı Sibir'de daş kömür hasilatı güclü çevirip düzgündür. Üçüncüde de Çağrı Nerası'da Cenab-ı Hakk'ta karametücü güclü çevirip düzgündür. Cevap oldu Y bendi. Elektrik stansiyalarının yerleştiği ölçüler ve amillerin düzgün verildiği sıranı müeyyen. Avustralya, Büyük Britanya, Japonya ses çayların çok olması. Büyük Britanya, Japonya düzgündür. Avustralya'da sesler çok değil. Cevap səhvdir. ABŞ, Rusya, Büyük Britanya, İES yanacağın olması enerji terabat. ABŞ için düzdür, Rusya için düzgündür, Büyük Britanya için düzgündür. Yanacağın olması. Burada neft var, gaz var, kömür var, bütün yanacağın növləri var. Büyük Britanya'da esas neftle gazlı. Bebendi düzgündür. Enerji terabattaki çok büyüdü. Cevap bebendi. Dünya pazarında ihracat değerinin en yüksek olduğu sanayi sahaləri. İhracat değeri, daş kömür ve qonur kömür sanayisi səhvdir. Elektronika, elektrotexnika cavabı düzgün cavabdır. En gəlirli sahə, ihracat değeri en yüksek olan elektronika, elektrotexnikadır. Müasirdə bunun çok büyük əhəmiyyəti var. Cavab B bəndi. C bəndi Abdullah Qayırman düzdür, amma B bəndi səhvdir. Düzgün cavab B bəndi. Xəritə sistemində rəqəmlərlə verilən ölçülərə uyğun olan əlamətləri müəyyənin. Deməli, birinci ölçü Kubadır. Dövlət birinci bənd oxuyuram. Dövlət quruluşuna görə sosial dövlət ilə Kubadır. Yəni, birə gələcək birinciyə gələcək bir. OPEC təşkilatının üzvü olan burada Venezuela'dır. Venezuela burada verilib 4'lə. Yəni, OPEC təşkilatının üzvü olan ikinciyə gələcək 4. Cəmçilikdə dünyada qabaqcıl mövqeyə malik olan, deməli, Panama'da 3'lə verilib, üçüncüyə gələcək 3. Amerikan şərqi ilə qərb arasındakı yolu xeyli qısaldır, Panama kanalı. Üçüncüyə gəldi 3. Ölkənin adı məşhur səyyatın adını daşıyır, 2 ilə verilən Kolumbiyadır. Dördüncüyə gələcək 2. Düzgün cavab oldu. Birinciyə 1, ikinciyə 4, üçüncüyə 3, dördüncüyə 2 cavab oldu. Sevəndilər. Əlvan Metalurjinin yerli enerji ehtiyatları hesabına inkişaf etdiyi ölçülər. Yerli enerjidə Əlvan Metalurji inkişaf edib Kanadadan elektrik enerjisi bol ucuzlu enerji ehtiyat böyüdü. Skandinaviyada 3'də verilib, Norveçdə verilib, düzgündür. Deməli, 3 düzdür, 5 düzgündür. Mərkəzi Afrikada Əlvan Metalurjiyə demək olar ki, inkişaf eləməyib. Sonra Boliviyanı veribdir, burada da inkişaf eləməyib. Avustralya'da yerli enerji ehtiyatına Əlvan Metalurji inkişaf edib, düzgün cavab olur. 2, 3, 5 cavab oldu B bəndə. Əlvan Metalurji yerli enerji ehtiyatları hesabına inkişaf edir. Eyni miqdarda enerji əldə etmək üçün yanacaq növlərin kütləsinin azalma ardıcıllığı. Ən çox işlənəcək, deməli, eyni miqdarda enerji əldə etmək, ən çox işlənəcək, istilik vermə qabiliyyəti ən az olan bunların içərisində yanaşistdir. Daha çox yanaşist yandırmaq lazımdır. Deməli, yanaşistdən bir qədər çox işlənməlidir, bir qədər az işlənməlidir daş kömür. Daş kömür istilik vermə qabiliyyəti 1'dir. Yanaşist 0,4'dir. Təbii qaz 1,4'dir, neft 1,5'dir. Deməli, ardıcıllıq belə olacaq. Ən çox işlənəcək yanaşist, sonra daş kömür, sonra təbii qaz, ən az işlənəcək neft. Düzgün cavab belə olacaq. 4, 2, 1, 3. 4, 2, 1, 3 cavab oldu A bəndində. Ardıcıllıq belə olmalıdır. İstehlak infrastrukturu şəbəkəsinə daxildir. Yanacaq enerji təminatı istehsal infrastrukturunun əsas şərtlərindən biri yanacaq enerji təminatıdır. Sərnişin nəqliyyatı sistemi bu sosial infrastruktur şəbəkəsinə daxildir. Sərnişin nəqliyyatı bura aid deyil. Kurort rekreasiya turizm kompleksi bu da sosial infrastruktur elementidir.
neft, qaz, su kəmərləri sistemi istehsal infrastrukturu üçün vacib şərtlərdən biri neftin, qazın, su kəmərinin olmasıdır. Çünki fabriklərdə, zavodlarda bura çox işlənir. İstilik təminatı ambarlar şəbəkəsi istehsal infrastrukturu üçün vacib şərtlərdən biri istilik təminatı ambarlar şəbəkəsi düzgündür. Ticarət mərkəzi və sosial təminat şəbəkəsi bu da səhvdir. Düzgün bəndlər oldu, 1, 4, 5 cavab oldu deməlidir. Cədvələsindən ölçülən təbii ehtiyatlar təminat səviyyəsini müqayisə edin. Mineral ehtiyatlar ümumi ehtiyat 50 şahsıdır. Ümumi ehtiyat 50 şahsıda bölməklə onun neçəyə çatacağını təyin edə bilərik. Daş kömürü ümumi ehtiyat 2,1 milyard tondur. 60 milyon ildə çıxarılırsa 2,1 milyard böləcək 60 milyon tona bir ildə işlənilən. Bu da eləyəcək 2,1 milyarda 210 burasının 12 7 yazsam 60'da aslında ekstrayı orada 3 alacak 17 ile 13 altını da o bölende bir tane sıfırlayıcı bir kalır 3 arkasında da 21 6'ya bölünde 3,5 edir 0 artıran diyecek 35 demek 35 çatacak bu. Şimdi neftin ihtiyatı 1,4 milyar tondu bir ilde 35 milyon ton çıkarılırsa 1,4 milyarda 35 milyon bölmeyi lazımdı. Bölümde alacak 40 değil. Demir piyasası 950 milyon ton ihtiyatı var ve ilde 25 milyon ton çıkarılırsa 950 milyon böleceği 25 milyonu eləyəcək 38 il. Deməli, bizə deyir ki, təminat səviyyəsini müqayisə edin. Deməli, deməli, çox çatacaq burada ikinci. Deməli, neft. Neft böyüdür. Neft böyüdür. Demir prizdə böyüdür daş kömürdən. Deməli, 40, 38, 35. Neft böyüdür. Demir prizindən neft oldu 40, demir prizi oldu 38, o da böyüdü daş kömürdən acabı düzgün cavabdır. Verilən əlamətlərə müvafiq gələn ölçülər əsasən alüminium xammalının hasılatıcısıdır, əsasən alüminium istehsalçısıdır. Üçüncüdəki alüminium xammalının həm hasılatıcısı, həm də alüminium istehsalçısıdır. CAR İndoneziya alüminium xammalının əsas istehsalçısı, hasılatıcısı deyil. Burada yoxdur bu. O cürabən səhvdir. Və bəndə Surinam, Avstraliya. Avstraliya içində bunların alüminium var, amma təkcə hasılatçı deyil, Avstraliya həm də onu ixrac edənlərdəndir. Orada bəndə səhvdir. Kanada, Norveç əsas hasılatçılardan deyil, bunlar ixrac edirlər. Cavab səhvdir. Jamayka, Surinam deməndə keçdim. Əsas hasılatçıdır. Norveç, Kanada istehsalçıdır. Avstraliya, Rusiya həm istehsal edir, həm də ixrac edir. Deməndə düzgün cavabdır. Verilən coğrafi koordinatların hansı ölçülərin paytaxtlarına uyğun gəldiyini və bu ölçülərin beynəlxalqlaşma sahələrini müəyyən 41 dərəcə cənub enliyi, cənub yarımçəsi 41 dərəcə enlikdə, 175 dərəcə şərqdə. 41 dərəcə cənub enliyi, 175 dərəcə şərq uzu, bu olar Yeni Zelandiya, Avstraliyadan cənubdadır, cənub şərqdədir Avstraliyadan. 41 dərəcə şimal enliyi, bizim paralellə təxmini eyni. 69 dərəcə şərq uzunluğu keçəcək Xəzər dənizinin şərq tərəfinə. Bu cavab axtaraq Filippin şimal yarımkəsindədir, bu cənub yarımkəsindədir 41 dərəcə cənub enliyi cavab səhvdir. Bir məndə car. Yenə də bu 175 dərəcə şərq uzunluğunda ola bilməz. Cənubda olsa da, həm də Afrikada 41 dərəcə cənub enliyi yoxdur. C məndə Avstraliya İttifaqı. Avstraliya İttifaqı 41 dərəcə cənub enliyində deyil. O ki 41 dərəcənin bir mülayim uşağı üçün Avstraliyada mülayim uşağı yoxdur. D bəndə gəldik Argentina. Bu 41 dərəcə cənub enliyi qərb yarımkəsində, şərq yarımkəsindədir. O ki cavab səhvdir, deməli cavab yeri. Bir Yeni Zelandiya. Deməli 41 dərəcə cənub enliyi uyğun gəlir. Bir isə subtropik quşağıdır, bir isə mülayim quşağıdır. Burada südlük, ətli heyvandarlıq ixtisaslaşma sahə düzgündür. 2-də verib Özbəkistan, Xəzər dənizi şərq tərəfi demişdim. Orada da pambıqçılıq dünyada beynəlxalqlaşmış sahələrdən biri düzgün cavab oldu, yebəndi. Verilən coğrafi koordinatların hansı ölçənin paytaxtlarına uyğun gəldiyini və bu ölçənin beynəlxalqlaşma sahəsini müəyyən 60 dərəcə şimal enliyi, 25 dərəcə şərq uzunluğu. Deməli, bu olacaq Avropada 60 dərəcə şimal enliyində, 25 dərəcə şərq uzunluğu düşür 2 saat uçağına. Yəni bizdən şimal qərbdədir.
İkincisi də 10 dərəcə şimal enliği, 67 dərəcə qərb uzunluğu. Bu düşəcək, deməli, 10 dərəcə şimal enliği, 67 dərəcə qərb uzunluğu düşəcək Amerikaya. İndi bunu yoxlayaq. Bir Niderland vaqon qayırma. 60 dərəcə şimal enliği, 25 dərəcə şərq uzunluğu. Niderland üçün vaqon qayırma xarakterik deyil. O yüzden cavab səbti. Və bəndə Uruguay da ola bilməz. Uruguay xeyli cənubdadır. Bir də İslandiya. İslandiya 25 dərəcə şərq uzunluğu ola bilməz. Cavab səbti. C bəndə İspanya. 60 dərəcə şimal enliği diyor. Bizim de eyni paraleldedir səbti. D'dir Finlandiya. Finlandiya 60 dərəcə şimal enliği uyğun gəlir və Finlandiya üçün 5 saniyəsə uyğun gəlir. İkinci sıra deyil Venezuela. Venezuela 10 dərəcə şimal enliğine uyğun gəlir. Cənubi Amerika hem şimal hem de cənub yarımçını birləşir və 67 dərəcə qərbində deməli Venezuela'ya uyğun gəlir. Cavab oldu D məndə. Sxemdə qara meteorolojiyanın texnoloji mərhələləri verilmişdir. Rəqəmlərin yerinə düzgün sözləri müəyyən. Deməli, qəmli prizi qara meteorolojidir. Hasil ediləndən sonra deməli hasilat dəmir prizi saplaşdırılır. Deməli, bir olacaq saplaşdırma, hasilatdan dörd saplaşdırma, konsentrat alınacaq. Konsentratdan əvvəlcə çuğun alınacaq, sonra porad alınacaq. Poraddan əvvəl çuğun alınmalıdır. Saplaşdırma çuğun, porad alınacaq. 3'e gəlir saplaşdırma çuğun, 3'e reis olar, həm də prakat olar. Bu ilə bir işte. Cavab oldu B bəndə. Saplaşdırma deməli olacaq 1, çuğun olacaq 2, reis olacaq 3, prakat olacaq 4. Cavab oldu B bəndi. Sxemdə rəqəmlərə uyğun qara metalurgiyanın xammalları və texnoloji mərhələlərini müvafiq olaraq müəyyən edin. Dəmir prizi, daş kömür. Qara metalurji üçün dəmir prizi, daş kömürlə yanaşı bütün polarlarında istifadə olunan manqan lazımdır. O görə cavab manqanla başlayacaq. Manqan filizlə ya A'dadır ya da D'dədir. Bunu hər işini yoxlayacaq. Hasil edilir, saplaşdırılır. Saplaşdırandan sonra A'da deyir konsentrat alınır. D'de deyir porad alınır. Porad alınmır, birbaşa konsentrat alınır. Konsentrat ferro ərintilərdəndir. Dəmirə müəyyən xassələ qazandırmaq üçün tərkibində olan yararlı maddədir. Həm də burada qaçışıqlar təmizlənir, zərərli qaçışıqlar təmizlənir. Konsentrat alınır, konsentratdan çuğun alınır, çuğundan 3'e gələcək polad, deməli 2 konsentrat olacaq, 3 olacaq polad, 4'dəki armaturdur, prakatdır, bir də olacaq boru. Bu arada düzgün cavab olacaq B bəndi. Düzgün cevap olacak A bəndi. 1 olacak mangan, 2 olacak konsentrat, 3 olacak polat, 4 olacak boru. Cevap oldu A bəndi. Sxemdə rəqəmlərə uyğun qara metalurgiyada istifadə olunan xammal və alınan məhsulları müəyyən edin. Dəmir prizi, qara metalurgiya deyir, daş kömür məcburi lazımdır. Daş kömürdən sonra deməli bu dəmir prizindən alınacaq çuğun, çuğunun tərkibinə xrom manqan qatılacaq, alınacaq polad, poladdan alınacaq boru, löpə, həm də alınacaq, deməli birinci olacaq daş kömür, ikinci alınacaq çuğun, üçüncü də borudur, löpədir, rels alınacaq. Cavab oldu C bəndində. Sxemdə rəqəmlərə uyğun alüminium istehsalında istifadə olunan xammalları və emal mərhələlərini müəyyən. Alüminium boksitlə yanaşı alünitdən alınır, nepelindən alınır. Deməli 1-2 alünitlə neperin olacaq. Alünit neperin cavabları B'də var. 3 konsentratdan alınacaq alüminium oksidi, alüminium oksidindən oksit saplaşdırılandan sonra saf alüminium alınacaq. Cavab olacaq B bəndi. Hesabat ilində A ölçüsündə istis olunan ümumi daxili məhsulun həcmi 80 milyard dollar olmuştur. Onun 75% xidmət sahələrinin 15% isə sənayinin payına düşmüş kənd təsərrüfatında istis olunan məhsulun dəyərini hesablayın milyard dollarla. Deməli 75% xidmət sahələrdə 15% sənayedir. Cəməli 90%. Deməli o kənd təsərrüfatında pay edəcək 10%. Yəni qısaca 80 milyardın 10% edəcək 8 milyard. Cavab olacaq 8 milyard. İndi bunu nə cür yazırıq? Bu yazmadan ötürü 75%'ın üzerinde 15% yazıyor, 90%, 100%'den 90% çıktı, 10%, tanıtım kursu 100%'miz 80 milyar, 10%'miz ikisidir, buradan ikisi beraber 8 milyar ton. Həlli bu cür bu qayda.
Cevap 8. Diğerlemizden əhalinin hər nəfərin üçün elektrik enerjisi istehsalının uyğun gəldiyi müvafiq ölçəli müəyyən edin. Deməli, 1000 kilovat saatlı bildirib, birincidə 1000 kilovat saatdan az, ikinci yerdə gəlir 1000-5000 kilovat arası, 3də 5000, 10.000 kilovat arası, 4də 10.000 ilə 15.000 arası və 15.000-dən çox. Deməli, 1000 kilovat saata qədər bir adama istehsal edir Çin. Deməli, birinciyə gələcək Çin. İkinciyə gələcək, deməli, Braziliya. Yeni sanayiləşmiş ölkədir. Birinciyə gələcək 2, ikinciyə gələcək 3, birinciyə 2, ikinciyə gələcək 3. Üçüncü yerə, yəni üçüncü yerə 5-10 min kilovat saat arasında gələcək Rusiya, dördüncüyə 10-15 min kilovat saat arasında gələcək Amerika Birləşmiş Ştatları və adam başlayan çox elektrik istehsal edəndə Norveçdir. Düzgün cavab olacaq C bəndində. Deməli, adam başına ən az elektrik istehsal edir. Birinci yerdə ən az istehsal edir Çin, sonra Braziliya, sonra Rusiya, sonra ABŞ, adam başına çox istehsal edir Norveç. Cavab oldu C bəndi. Diaqramımızdan əhalinin hər nəfərin üçün elektrik enerjisi istehsalının uyğun gəldiyi müvafiq ölçəli müəyyən yenə də 1000 kilovat saatdan az, 1000, 5000, 5000, 10.000, 10.000, 15.000, 15.000-dən çox. Deməli, burada yenə də Çinin yerini burada tutacaq Hindistan. Deməli, adam başına çoxlu ən az elektrik istehsal edən burada Hindistandır. Braziliyanın yerinə burada gələcək Argentina, o da yeni sahip ölkə. Deməli, birinciyə gələcək Hindistan. Yenə də 4 ilə başladıq. 4-dən keçəcək birinciyə. 4 ilə başlayır. Cavab gəldi təkcə Y bəndədir. Deməli, 1000 kilovat saata qədər düşdü Hindistan. 1000 ilə 5000 kilovat arasında Argentinadır. Deməli, 3də 5-10 min arasında Avustraliyadır. Dördüncüdə 10-15 min kilovat saat arasında olan İsveçdir. Və ən çox 15 min kilovat saatdan çox istehsal edəndəki Kanada əhalinin sayı çoxdur, böyük hidroenerji ehtiyatına malikdir. Cavab oldu Y bəndi. Uyğunluq müəyyən edin. Deməli, dəmir fiziklə zəngin olsa da yanacaq ehtiyatı azdır. Bu Braziliya. A gələcək birinciyə. Həm qara və əlvan metallar həm də yanacaq ehtiyatına malikdir. Qara əlvan metal həm də yanacaq ehtiyatına malikdir burada. Bu olacaq Hindistan Dekan yaylası. B gələcək üçüncüyə. Yarımçəhrə quru çöl şəraitinə malik otlarlar yayılmışdır. Patagonya'da, Argentina'da. C de geldi ikinciye. Birinciye A, ikinciye C, üçüncüye B. Cevap olacak C bəndində. Cədvəl əslində düzgün sıraları müəyyən. İES, SES, AES-lərdən. Niderland İES-dən alır. Burada qazdan istifadə edilir, düzgündür. Norveç su stansiyasını alır, düzgündür. Fransa daha çox AES-dən alır. Birinci sıra düzgündür, yanacağı yoxdur Fransanın. İsveç İES düzgündür, Kanada SES düzgündür, Çin AES düzgündür. Çində kömürdən, neftdən, qazdan istifadə edilir. Cavab səhv deyən orada İES əsas. Polşa İES düzgündür, kömür çoxdur. Polşa, Belarus SES ola bilməz. O ki, Belarus'un arası düzən ərazidir. Çayların hidroenerji potensialı orada azdır. Koreydə AES səhvdir. Deməli, Rumıniya İES düzgündür, Braziliya SES düzgündür, Belçika AES düzgündür. 4 de düzgündür. Demək, düzgün bənd oldu, sıralar oldu. Birinci ilə dördüncü sıra cavab oldu D bəndində. Cədvəl düzgün sıralar müəyyən. CAR İES düzgündür, Kanada SES düzgündür. Atom Enerji Stansiyası Korey Respublikasında inkişaf edib, birinci sıra düzgündür. Koreyin də yanacağı yoxdur. Etiyopya, burada İES yaptı, Etiyopya'da yanacağı yoxdur. O görə də cavab səhvdir. İsveçlə SES, İsveç'də AES-dən geniş şəkildə istifadə edilir. O görə də cavab səhvdir. Fransa AES düzgün edir. Meksika İES-dən kömürdən neftdən alır, düzgündür. Braziliya SES-dən alır, düzgündür. Belçika AES-dən alır, üçüncü sıra düzgündür. Çin İES düzgündür, Kanada SES düzgündür. Almaniyada AES yoxdur. Düzgün cavab oldu 1-lə 3. Xəritə çıxımda rəqəmlərlə verilən ölkələrə aid düzgün əlamətləri müəyyən edin.
Birinci sırada 3 ile 4, 3 Avustralya'dı, 4 de Mısır'dı. Hem biz hem de qeyri-biz ehtiyatıyla zəngindir. Avustralya üçün doğrudur. Mısır üçün səhvdir. O yüzden birinci sıra səhvdir. İkinci sırada 1 ile 5, 1 Kanada'dır, 5 de Rusya. Neft ixrac eden ölkədir. Hər şey ölkə neft ixrac edir. Düzgün cavabdır. Üçüncü sırada 2 ile 3, 2 İran'dı, 3 de Avustralya'da ardı ilim şərəflə malik ərazi üstünü təşkil edir. İran'da da Avustralya'da quraq yerlər çoxdur, bu düzgün sıradır. Dördüncü bənddə deyir, 4-6 Cumhurbaşqanı presi intensiv gedir, 4. Deməli, Misirdir, altdakı Argentinadır. Buralarda Cumhurbaşqanı presi güclü gedə bilməz o ki, Cumhurbaşqanı inşa etmiş ölkələrcə xarakteristik. Bunlar inşa etmiş ölkələr deyil, səhvdir. 5-ci sırada deyir, 5 ile 6, 5 Rusya'dır, 6'daki Argentina, Rusya, Argentina. 3 yarımcı deyir, Rusya düzdür, Argentina səhvdir. Cavab səhvdir. 6-cı sırada deyir, 1 ile 3 Rusya, Kanada ile Avustralya. Əhalinin yaş tərkibində aşağı yaş qrupunun payı azdır. Bunlar əhali təbii artımının deməli birinci tipinə xarakterikdir. Bunlarda uşaqlar azdır, yaşlılar çoxdur. Uşaq azdır, bu da düzgündür. Deməli 6 düzgündür. Düzgün bənd oldu, sıralar oldu. 2-ci sıra, 3-cü sıra, bir də 6-cı sıra. Cavab oldu B bəndində. Sxemli dəmir prizinin hasilatı emalı və alınan məhsulların arıcılığı verilmişdir. Rəqəmlərin yerinə uyğun gələn arıcılığı müəyyən dəmir prizi hasil edildi, çaplaşdırıldı. Birinci bundan alınacaq konsentrat. Konsentratdan alınacaq çuğun, çuğutdan alınacaq porat, poratdan alınacaq restan başqa boru ilə prakat. Düzgün cavab olacaq. Deməli 1 konsentrat, 2 çuğundan sonra alınacaq porat, konsentrat porat, restan sonra da boru ilə prakat cavab olacaq C bəndində. Sxemdə maşınqayırma məsələsinin məhsul istehsalı strukturu verilmişdir. Onların aid olduğu ölçəli müəyyən edin. Deməli, birinci sütunda avtomobillə dəzgah istehsalının cəmi 50%-dən çoxdur. Dairənin yarısından çoxunu tutdu. Avtomobillə dəzgah. Bu Almaniyadır. Deməli, birinci olacaq Almaniya. İkincidə, məhsulların yarıdan çoxunu təşkil edir məişət cihazlarıyla avtomobil qayırma. Bu Yaponiyadır. Üçüncüdə, məhsulun yarıdan çoxunu təşkil edir EM istehsalı aviakosmos. Bu da Amerika Birləşmiş Ştatlarıdır. Deməli, 1 Almaniya, 2 Yaponiya, 3 ABŞ cavab oldu B bəndində. Ölkə şirkətlərinin ümumi daxil məhsul payının neçə faiz olduğunu müəyyən edin. Deməli, ümumi milli məhsul 7 milyarddır, birinci sütun. İkinci sütunda ümumi daxil məhsul 6 milyarddır. Üçüncü sütunda xarici şirkətlərin ümumi daxil məhsul payı 2 milyarddır və dördüncü sütunda da xarici ölkə məhsul şirkətlərin payı, ümumi milli məhsul payı 3 milyarddır. Bu bizə lazım deyil. Deməli, ümumi daxili məhsul 6 milyarddır. Ümumi daxili məhsulumuz 6 milyarddır. Xarici şirkətlərin ümumi daxili məhsul payı 2 milyarddır. Xarici şirkətlər gecə 2 milyard. Deməli, ümumi daxili məhsulda yerli və xarici şirkətlərin bir cəm istehsal edici məhsuldur. Deməli, 6 milyardın 2 milyardın əgər xarici şirkətlər istehsal edibsə, deməli 4 milyardın da yerli şirkətlər istehsal edib, yerli şirkətlər eləyəcək 6 çıxsın ki 4 milyard. İndi ümumi daxili məhsulda yerli şirkətlər 4 milyard paya malikdir. Ümumi daxili məhsulda payını deyir, 100%'miz 6 milyarddır. Deməli, 4 milyardımız da X-dir. Bu cür tənasüb quracaq. Daha doğrusu 6 milyardımız 100%'dir, 4 milyardımız X-dir. Bu da eləyəcək 3'də 2'dir. Bu da yəni 66'dan 10'da 6 yaxud 10'da 5%, 66'dan 10'da 6%. Bu 60 təxminən 5%'ə uyğun gələnim. A-da ümumi daxili məhsulun payı verilib 45%, B-də verilib 65-66%, B düzgün cavabdır. C-də verilib 30% səhvdir, D-də verilib 55% səhvdir, Y-də verilib 75% səhvdir, düzgün cavab oldu B bəndi. Cədvəldə A və B ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri verilmişdir. Buna isə doğru ifadələri müəyyən edin. Ölkəyə baxırıq, əhalinin sayı 29 milyon nəfər, birinci ölçü, ikinci ölçüdə 40 milyon. Ümumi daxili məhsul birinci ölçüdə 940 milyard dollar, ikinci ölçüdə 515 milyard. Ümumi daxili məhsulun sahibi tərkibi kənd sırasında birinci ölçüdə 11%, sənaye 24%, xüsusi
xidmət sahələri 65%, ikincidə xidmət sahələri 33%, kənd təsərrüfatı 53% pay əməkdir. Deməli, buradan ümumi ixracın ümumi həcmi milyard dollar. Birincisi 170 milyard məhsul istehsal edir. 7 milyardda kənd təsərrüfatı məhsulları ixrac edir. İkinci ölkə 35 ixracat 35 milyarddır. Bunun 28 milyardı kənd təsərrüfatı. Burada əsas bir şey verəcək. Deməli, A ilə B-də xidmət sahəsində kənd təsərrüfatına. A-da xidmət sahəsi böyük paya malikdir 65%. B-də ikinci ölkədə isə deməli məhsulun çox hissəsi kənd təsərrüfatı məhsulları ixrac edir. Deməli, birinci ölkə inkişaf etmiş ölkədir, ikinci ölkə inkişafda olan ölkədir. Bunun əsasında həll edəcək. B ölkəsində adam başına üçün ümumi daxili məhsulun həcmi daha yüksəkdir. Ümumi məhsulun həcmi, ümumi daxili məhsulun həcmi tapmalı ölçü 515 milyardı bölməliyik 40 milyona. Bu hardasa eləyəcək 12 deyək ki, min. 929-a bölündə böyük rəqəm alınacaq. O görə A bəndi səhvdir. B bəndə B ölkəsinin ümumi daxili məhsulda sənayinin payı A ölkəsinin nisbətən daha çoxdur. B-də sənayinin payı 14%-dir. A-da isə 24%-dir. Deməli, bu cavab da səhvdir. A ölkəsində xidmət sahəsində çalışanlar B ölkəsindən çoxdur. A ölkəsində xidmət sahəsində çalışanlar 65%-dir, B ölkəsində 33%-dir. Bu düzgün cavabdır. A-da çalışanlar B-dən çoxdur. Deməli, üçüncü sıra düzgün oldu. Dördüncü sırada A ölkəsində ümumi daxili məhsulun strukturu inkişaf etmiş ölkələr üçün daha xarakteristik. Deməli, 65% xidmətli sənaye 24%-dir, kənd təsərrüfatı 11%-dir. Bu inkişaf etmiş ölkələrin strukturu üçün xarakteristik düzgün cavabdır 4-də. 5-də deyir ki, A ölkəsinin ixracatında kənd təsərrüfatı A ölkəsi ixrac edir 7 milyard dollarlıq. Payı B ölkəsindən çoxdur. Əksinə B-də 28 milyarddır. B-də A-dan çoxdur, səhvdir. B ölkəsinin müdaxil məhsulda kənd təsərrüfatının payı daha çoxdur. B-də kənd təsərrüfatının payı 53%-dir ki, 6 da düzgün oldu. Deməli, düzgün bəndlər oldu. 3, 4, 6 cavab oldu A bəndində. Xətti sxemdə alüminyum istehsalının ilkin, birinci bunu verəcək və son mərhələsinin ikinci də bunu verəcək. Daha çox inkişaf etdiyi müvafiq ölkə qrupunun müəyyən alüminyum istehsalı çoxdur. Deməli, Yamaika'da, Surinam'da, burada 3 də Surinam verilib. Qvineya 2 ilə verilib. 2-3 də alüminyum istehsalının ilkin mərhələsi, yəni çıxarılması hasilatı burada güclü inkişaf edilir. 2 ilə 3 də. İndoneziya verib, burada yoxdur. Yaponiya səhvdir. Rusiya ehtiyac yoxdur. Orada hamısı var. Böyük Britaniya. Deməli, 2 ilə 3-də Qvineya ilə Surinamda alüminyum istehsalının ilkin mərhələsi güclü inkişaf edib 2 ilə 3-də. Güclü son mərhələ, yəni alüminyum istehsalı güclü şəkildə inkişaf edibdir. Yaponiya ilə Böyük Britaniya ilə 4 ilə 6. Birinciyə gəldi 2-3, ikinciyə gəldi 4 ilə 6 cavab oldu C bəndində. Cədvələ uyğunsuzluğu müəyyən edin. Əlvan və sözcü ağır əlvan metallar ucuz enerji mənbələrinə meyillidir. Ağır əlvan metallar ucuz enerji mənbələrinə meyillidir. Bu, deməli, yüngül əlvan metallar ucuz enerji mənbəyinə səhv edir. O görə də biri götürəcək. Avstraliyada dünyanın ən böyük boks yatağı yerləşir. Bu düzgündür, götürməyəcək. Çildə çıxarılan bitin çox hissəsi digər ölkələrdə ixrac edilir. Bu da düzgün götürməyəcək. Deməli, birinciyə gəldi elə 1. Birincidə 1. Cavab ya B-dədir, ya da D-dədir. İkinci sıraya keçdi maşın qayırma. Bu sahənin inkişaf səviyyəsi ölkənin iqtisadi gücünü əks etdirir. Bu da düzgün cavabdır. O yüzden bunu da götürməyəcək. Ölkənin iqtisadi gücü maşın qayırma inkişaf səviyyəsi ilə ölçülə bilir. 5'te deyir, yalnız inkişaf etmiş ölçülerde inkişaf ediyor, təkcə inkişaf etmiş ölçülerde değil, inkişafda olan ölçülerde de inkişaf ediyor. O yüzden bu düzgün deyir, 5'i götürəcək. Ağır, ümumi, dəqiq kimi sahələrə bölünür. Maşın qayrmada belə bir bölgü var. Ağır, ümumi, dəqiq maşın qayrma. Çirkli kimyasına isə deməli, birincidə 4, birincidə 1 oldu, ikincidə 5 oldu. Birincidə 1, ikincidə 5 cavab olacaq. B mənində 3'e de 9 gələcək. 7'ni yoxlayaq. 20-70-ci illərdən sonra sürətlə inkişaf etməyə başladı. Həqiqətən 70-ci illərdən sonra güclü inkişaf edib. Azərbaycanda bunun tipik misallarından biridir. 8-dir elm tutumlu kimya məhsulları istehsalı ABŞ, Almanya, Yaponiyada daha çox inkişaf edib. Həqiqətən burada güclü inkişaf edib. Elm tutumlu kimya sahələri
9'da deyir, mədən kimyasının süni və sintetik məhsullar, süni və sintetik məhsullar mədən kimyasına aid deyil, üzvü kimyaya aiddir. Kimya bir istehsal daxildir, tamamilə səhvdir. 9'da uyğunsuzluq var. Burada düzgündür. Birinciyə 1, ikinciyə 5, üçüncüyə 9 cavab oldu B bəndində. Mis istehsal beynəlxalqlaşma sahəsi olmayan ölkələr Çil'də beynəlxalqlaşma sahəsidir. Bunu götürməyəcək. Mis də beynəlxalqlaşma sahəsi deyil. Libyada nefti, mis deyil. Libyanı götürəcək. Niderlandda beynəlxalqlaşma sahəsi deyil. Niderlandı götürəcək. Zambiyada beynəlxalqlaşmış sahədir. Kanadada beynəlxalqlaşmış sahədir. Beynəlxalqlaşma sahəsi deyil. Misir, Libya, Niderland 2, 3, 4. Mis istehsalı beynəlxalqlaşma sahəsi olan ölkələr Çil'də beynəlxalqlaşmış sahədir. Səudiyyə Ərəbistanı səhvdir. Malayziya Qalay-Bol promedə ixtisaslaşıb səhvdir. Belarus yenə də səhvdir. Zambiya mis üzrə ixtisaslaşıb. Kanada mis üzrə ixtisaslaşıb. Düzgün cavablar oldu. 1, 5, 6. Təhlil bu qədər ardı növbəti hissədə olacaq.